Salam əziz kanal izləyiciləri. Nəvahidə, Nəvahi postunun yanında gördüyünüz bax bu 3 hektar nar bağı və 1000 kvadrat tikilisi olan bu həyəti satırıq. Buranı siz alıb, burada təsərrüfat işləri görə bilərsiniz. Nar bağında ağac var və ən əsası həyət əsas magistral yoldan cəmi 50 metr içəridədir. Yəni burada siz hər hansı bir təsərrüfatla məşğul olsanız, malların daşınması sizin üçün çox rahat olacaq. Burada 1000 kvadrata yaxın naves var. Bax, görürsünüz, bağlı naveslərdir. Burada da var. Mən sizə ərazi böyük olduğu üçün bacardığım qədər sürətli məlumat verməyə çalışacağam. Buyurun, baxaq bura. Təkcə bu hissəsi 300 kvadratdır. Təkcə bu hissəsi 300-350 kvadratdır. Burada da yenə naveslər var. İçəridə 11 otaq var. Evin içərisində 11 otaq var. Qonaq otağında 50-60 nəfəri rahat yerləşdirən zalında yeri var. Bax, buradan baxanda görürsünüz, maşınlar oradan keçir, yəni asfalt yol. Bakı-Gəncə yolu düz yolun üstündə. Bu da həyətin giriş hissəsidir. Bu həyətin giriş hissəsidir. Bu nar bağı hissəsidir. Nar bağını buradan sizə mən göstərim. Və burada ətrafı belə dəmir hasara alınmış, içərisində 700-ə yaxın nar ağacı olan bir bağdır. Və içəridə, həyətin içərisində dairəvi belə tövlələrdir. Yəni burada toyuğa baxırlar, toyuq saxlayırlar. Bu yer əsasən təsərrüfatla məşğul olan adamlara, ya ümumiyyətlə buranı depo kimi eləyə bilər. Ev kimi hal-hazırda yaşayış var. Sadəcə müəyyən məsələlər var. Ona görə yəni bu ərazi böyükdür. Burada bir nəfər tək yaşadığı üçün buna baxa bilmir. Ərazi çox böyükdür. Ona görə Bakıdan, mikrorayonlardan bir mənzil olsa 3 otaq dəyişə də bilərlər. Və yaxud da ki, nəqd satışda 180 min manata təklif olunur. İndi keçək otaqlarını da mən sizə göstərim. Otaqlardan əvvəl bu tərəfdən də bağın digər tərəfini də sizə göstərim. Daha sonra otaqlara keçək. Və bir dənə də üstünlüyü qeyd edeyim. Bax, görürsünüz, böyük bağdır da. Digər tərəfini göstərdim. Bu da arxa tərəfidir. Bax, bu dəmir yol xətti ki var, 100 metrindən keçib. Qabaqda stansiyası var. Yəni, burada hər hansı bir məhsulların, malların daşınması ehtiyacı olsa, yaxınlıqda dəmir yol stansiyası olduğu üçün bu sizə rahatçılıq yaradır. İndi isə keçək otaqlara. Evin ətrafı da belə tövlələrdir. Torpaq sahəsinin 60% sənəddə qeyd olunub, 40% tam sənədləşdirilməyib. Yəni, ərazi böyük olduğu üçün tam sənədləşməyib. İndi isə keçək evə. Evin içərisində 10 otaq var dedik və otaqların içərisində gördüyünüz bütün əşyalar satış qiymətinə daxildir. Bu hissədən keçmək olur ikinci mərtəbəyə. Bu isə evin ikinci mərtəbəsidir, əziz dostlar. Burada da belə 2 otaq var. Və əziz dostlar, bu isə evin ikinci mərtəbədən mənzərəsi. Görürsünüz nar bağını. Orada da maşınlar şütüyür. Asfalt yoldan 50 metr içəridədir. 3 hektarda gördüyünüz bu əmlak 180 min manata. Bu da dəmir yolu.
Bu elektronik əşyalar hamısı qalacaq. Ev satış qiymətinə daxildir və burada da belə otaqlar var. Səliqə, səhmanlı, kondisionerlərinə, televizorlarına qədər hamısı qalacaq. İstilik sistemi burada kondisionerlər və İran peçidir. Otaqları bax belə görürsünüz. Bizdə bu evin qiyməti əvvəlcə qeyd olunmuşdu. Səhv eləmirəmsə 300 min. İndi təcili satışla əlaqədar bu qiymətə təklif olunur. Və burada belə bir qonaq otağı hissəsi var. Belə və yuxarı tərəfində sanitar qovşağı. Qeyd elədiyim kimi otaqlar bir-birinin içərisinə açılır. Hamısını göstərə bilmədimsə də, yəni gördüyünüz bax şərait budur. 3 otaqlı ev olsa mikrorayonda birbaşa barter eləmək olar və yaxud da ki, həyət evi olarsa da biləcəri və s. belə dəyişmək olar. İpotekaya yararlıdır. Çıxarışlı kupçası hamısı qaydasındadır. Bakıdan biz bura gəldik. Normal sürətlə 40 dəqiqə, 45 dəqiqə belə. Yəni yaxındır. 20 yanvardan çıxdım bura. Şəhərə yaxın yerdə özünə belə bir təsərrüfat yaratmaq istəyən adam üçün əla təklifdir. Zənglərinizi gözləyirəm. Aşağıda nömrələrimiz qeyd olunub.